Aprel döyüşləri şəhidi Gizir Pəncəli Nurməmmədoğlu Teymurova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Şəhidin anası Vahimə Teymurova Qafqazinfo ilə sevincini bölüşüb. 10 il idi mənim gözüm yoldaydı. Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən öz prezidentimi təbrik edirəm. O bu sərəncamı verib. Kimin bu işdə əziyyəti olubsa, Allah onlara can sağlığı versin. Həmişə başını uca eləsin. Azərbaycan xalqı həmişə azadlıq, əmin-amanlıq içərisində yaşasın. Çünki bizim övladlarımız bu azadlığı xalqımıza qazanıblar. Bu azadlıq əbədi olsun, daimi olsun. Mən çox qürur hissi keçirirəm. Həddindən artıq həyəcanlıyam deyə şəhidin anası bildirib. Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 3 aprel 2016-cı ildə 35 yaşında aprel döyüşləri zamanı şəhid olub. İgidliyə görə, vətən uğrunda, hərbi xidmətdə fərqlənməyə görə, qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.